Salam hörmətli izləyicilər, biologiya sevərlər. Sizinlə yeni dərslik əsasında yazılmış test toplusunun növbəti testini izah ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysənsə bəyən butonunu basmanızı xahiş edir. Birincisindən soruşur, qrafikdə insan orqanizmini təşkil edən elementlərin hər birinin kütlə payı. Kütlə payı insan orqanizmi ən çox olan 4 element əks olunmuşdur. Doğru olanları seçin. Buradan X eləyir oksigen 65% təşkil edir. Bu da oksigendir. Y-imiz olur karbon 18,5% təşkil edir. N olur hidrogen 9,5% təşkil edir. Z də olur azot. Deyir, X və N elementləri təbiətdə ən mühüm həlledici olan suyu təşkil edən elementlərdir. X ilə N. Bəli, bu doğrudur. Yəni birincisi düzdür. Sonra Y elementi bütün üzvü maddələrin tərkibinə daxildir. Y nədir? Karbondur. Karbon bütün üzvü maddələrin tərkibinə daxildir. Üzvü maddələrdə bilirsiniz də zülal ya karbohidratlardır, nuklein turşulardır. Hüceyrədə ən çox funksiya icra edən üzvü maddələrin zolaların tərkibinə daxildir. Bəli, azot zolaların tərkibinə daxildir. X elementi atmosferdə faiz etibarı ən geniş yayılmış elementdir. X elementi oksigendir. Faiz etibarı ilə atmosferdə ən çox geniş yayılan azotdur. Ona görə bu doğru deyil. Z elementi atmosferdə faiz etibarı ən geniş yayılan qazın tərkibinə daxildir. Bəli, bu da doğrudur. Polisaxaridləri göstərin. Polisaxaridlər hansıdır? Nişasta, sellyuloza, bir də 1, 2, bir də glikogen 5. Alimlər təbiətdə, yadınıza salın, 92 sayda, burada 92 yazırıq, 92 sayda müxtəlif növ atomlardan təşkil edilmişdir. Təbiətdə yalnız 92 kimyəvi element mövcuddur. Maddələrin hüceyrə membranından daşınmasında enerjiyə bilavasitə ehtiyac yoxdur. Yadınıza saxlayın, maddənin pasiv daşınmada enerjiyə ehtiyac yoxdur. Pasiv daşınmaya aiddir. Məsələn, difuziya bir də osmosa aiddir. Bu zaman difuziya nədir? Maddə çox olan yerdən az olan yerə keçir. Osmosda suyun yarımkeçirici membranla hərəkətidir. Ona görə götürək difuziya, osmos. 3'ü bir də 4'ü. 5. Verilən diaqramına əsasən ortaq xüsusiyyətləri sayı yalnız həlledici molekullara aiddir. Sonra xeyr, həlledici molekullara aiddir. Yalnız yarımkeçi membran üzərində baş verir. Yarımkeçi membran üzərində osmos baş verir. Hər hansı bir maddədə baş verir. Bu ancaq difuziyaya aiddir. Baş verməsi üçün enerjiyə ehtiyac yoxdur. Bu ortaya yaza bilərik. Maddənin konsentrasiya qradiyenti boyunca hərəkətlidir. Bunu da yaza bilərik. Deməli, mollyuskların xarici 4-lə 5 ortaq olduqda xarici skeletin tərkibinə hansı maddə və maddələr təşkil olunmuşdur? Mollyuskaların xarici skeletin tərkibinə xitinlə, zulalda, kalsium karbonatla təşkil olmuşdur. Yəni 1, 2, 3 hər hamısı vardır. Aşağıdakı verilənlərdən hansı və hansılar əksər atomun quruluşunda rast gəlinir? Əksər sözünü dediyinə görə biz burada götürəcəyik neytron. Nəyə görə neytron deyirik? Neytron deyirik. Məsələn, proton və elektron bütün atomlarda var. Neytron isə əksər atomlarda var. Məsələn, protiumda izotopunun neytronu yoxdur. C6H12O6 kimya formuluna, 8-ci A su buxarı, B maye, C donmuş su. Verilən nümunələrdə sıxlığın artması sırası ilə düzün. Deməli, birinci su buxarı gələcək, sonra donmuş su gələcək, sonra isə maye A, C, B. C6, 9-cu 6H12O6 kimya formuluna uyğun gələn karbohidrat. Kimya formuluna uyğun gələn karbohidrat glikoza və galaktozadır. Bu saat 1, bir də 3. 9-da. 10-cu sualımıza deyir C12H22O11 kimya formuluna uyğun gələn
Bu isə disaxariddir. Disaxaridə aid olan burada laktoza ilə saxarozadır. Yəni 2 ilə 4. 2, bir də 4. Maltozanın sintezi zamanı kondensləşmə prosesində ayrılan su molekullarının kütləsi 180 qram olarsa, neçə qlikoza molekul iştirak etdiyini hesablayın. 180-i böləcəyik 18-ə. Neçə edəcək? 10 molekul olacaq. 10 molekul su molekulu. 10 molekul su molekulu 2 molekul glikozadan 1 molekul iştirak edəndə bir dənə maltoz əmələ gəlir. 1 molekulda oksigen su ayrılır. 10-dursa, onda 10 vuracaq 2-yə, edəcək 20. Yəni 20 molekul su ayrılmış olacaqdır. Sonra sizə təqdim olunan situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlara istifadə edərək 2-14-cü tapşırığı yerinə yetirin. Deməli, 8-ci sinif şagirdi həyatın kimyası adlı qrup işi üzərində təqdimatlar hazırlayıb sinifdə təqdim edir. Qrup işinin müzakirəsi zamanı aşağıdakı suallar cavablandırılır. Orqanizmdə zülal, yağ, karbohidrat kimi əsas üzv maddələr hansı daha çox funksiya icra edir? Bu sadə quruluşlu maddələri qeyd edin. Deməli, yadınıza saxlayın ki, burada zülallardır. Zülallardır. Amma baş hərfini. Zülallar nədən təşkil olunub? Amin turşularından təşkil olunub. Deyə bilərsiniz ki, zülallar hansı funksiyanı yetirir? Zülallar orqanizmdə plastik funksiya yerinə yetirir, fermentativ funksiya yerinə yetirir, tənzimləyici funksiya yerinə yetirir, daşıyıcı funksiya yerinə yetirir, müdafiə funksiyası yerinə yetirir, hərəkət funksiyası yerinə yetirir və enerji funksiyası yerinə yetirilmiş olur. Birinci sualda adı çəkilən üzv maddələrdən, yəni eyni miqdarda maddələr müqayisə kimya parçalanmaya məruz qalan zaman daha çox enerji ayırırlar. Burada yağı götürəcəyik, yəni lipidlər. Nəyə görə? Çünki karbohidratda, zülalda parçalanan zaman 17,6 kilojoule enerji. Amma yağlar parçalanır 38,9 yağ olacaq cavabımız. Təbiətdə rast gəlinən və əsasən bitkin hüceyrəsinin divarında əsasını təşkil edən polisaxaridin adını və onu təşkil edən sadə maddələr, monomerlərini qeyd edin. Bu təşkilini də selyoza təşkil edir və o təşkil olunub alfa glikoza molekullarından təşkil olunmuşdur. Alfa glikozundan təşkil olunub. Ümumiyyətlə, üzr istəyirəm, selyoza beta glikoza molekullarından təşkil olunub. Selyozadır və bu beta glikoza molekullarından təşkil olunur. Alfa glikoza molekullarından təşkil olunan isə nişasta və glikogendir. Sonra növbəti situasiyamıza baxaq. Nuklein turşuları DNT və RNT, deməli betadan təşkil olunur. Nuklein turşuları DNT, RNT molekulları adlanan monomerlərdən əmələ gələn polimerlərdir. Ümumilikdə bu turşuların əmələ gəlməsində 5 növ azot əsası, 2 növ pentoza və ortofosfat turşu qalğının əmələ gələn 8 növ nukleid iştirak edir. Timin azot əsası yalnız DNT, urasil azot əsası isə RNT nukleidini yaradır. 2 növ nukleid yaradan azot əsaslardır. 1 növ nukleid yaradan azot əsası neçə ədəd çoxdur? 2 növ yaradan hansılardır? Adenindir, guanindir, bir də sitozindir. Bir növü də timinlə urasildir. 3-dən 2-sini çıxacaq. 3 çıxılsın 2 edəcək 1. DNT və RNT nuklein turşuların əsas fərqli xüsusiyyətlərini qeyd edin. Əsas fərqli xüsusiyyəti ondan ibarətdir ki, DNT 2 zəncirdən ibarətdir. RNT isə 1 zəncirdən ibarətdir. Və monosaxaridlərdir. DNT-də dezoksiribozadır, RNT-də isə ribozadır. Tam hidroliz olunarsa şirin dada malik maddələr yarana bilərmi? Bəli, yarana bilər. Çünki nukleidin tərkibində dedik ki, monosaxarid olan riboza və dezoksiriboza kimi var da, yəni monosaxaridlər var. Ona görə də bu həll olan zaman şirin dadı yarada bilər. Bu qədər, diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.